Salam aziz uşaqlar. Bu günləri cümlə üzvlərindən, cümlənin baş üzvləri haqqında danışacağıq. Yazırsın ki, uşaqlar hər hansı bir sözün cümlə üzvü olması üçün onun həm leksik, həm də qrammatik mənası olmalıdır. Yəni sadə dedilsə əsas nitq hissəsi olmalıdır. Bir-biri ilə həm məna, həm də qrammatik cəhətdən bağlı olan və müəyyən bir sintaktik suala cavab verən, müstəqil məna ifadə edən söz və ya söz birləşməsinə cümlə üzvü deyilir. Cümlənin tərkibində işlənən hər hansı bir sözü uşaqlar cümlə üzvü hesab etmək olmaz. Bayaqlar dedim ki, mütləqdir ki, əsas nitq hissəsi olsun və cümlədəki digər sözlərlə həm məna, həm də sintaktik əlaqəsinə girməlidir. Cümlə üzvləri iki qrupa bölünür. Baş üzvlərimiz var, mübtəda, xəbər. İkinci dərəcə üzvlərimiz var, tamamlı adı, təyinli, zərfli. Biz bu günləri mübtəda və xəbər haqqında, yəni baş üzvlər haqqında danışacağıq. Cümlə üzvləri quruluşuna görə ikiyə bölünür. Sadə cümlə üzvləri var, bir də mürəkkəb cümlə üzvləri var. Sadə cümlə üzvləri nitq hissələri ilə ifadə olunacaq. Mürəkkəb cümlə üzvləri isə söz birləşmələri ilə və mürəkkəb adlarla ifadə olunacaq. Birinci başlayırıq mübtədadan. Mübtəda nədir uşaqlar? Mübtəda cümlədə haqqında danışılan şəxsi və ya əşyanı bildirir. Yəni cümlənin nə idi? Haqqında danışılan şəxsidir. Qrammatik cəhətdən ən müstəqil üzvdür. Heç bir cümlə üzvünə tabe olmur. Yazırsın ki, kim, nə, hara suallarından birinə cavab verir. İsmin adlı qalın olan söz və ya söz birləşmələri ilə ifadə olunur. Quruluşda sadə və mürəkkəb olur. Kitab oxuculara təqdim olundu. Təqdim olundu. Nə? Kitab. Nə sualına cavab verdi? Mübtədamızdır. Yazırsın ki, nitq hissəsinə, yəni isimlə ifadə olunub, ona görə bunu götürürük sadə mübtəda, yəni sadə cümlə üzvü kimi. Kənd yolu yenicə təmir olunmuşdu və ya yeni təmir olunmuşdu yenə. Nə? Kənd yolu. Yazırsın, ən yaxşı yolu xəbərdən sual verməklə mübtədanı çıxarmaqdır. Burada isə ikinci növ təyin söz birləşməsində ifadə olunduğu üçün bunu götürürük nə? Mürəkkəb mübtəda, yəni quruluşca mürəkkəbdir. Mübtəda uşaqlar o bu əvəzliklərlə ifadə olunduqda ondan sonra vergi qoyulur. Təbii ki, bunun öz məqamları var idi. Demişdik ki, hansı isimdir, sifətdir, saydır, zərfdir, fe'li sifətdir, ondan sonra modal sözdür, nida mövqeyində gələndə vergili qoyulurdu. Yazırsın ki, uşaqlar, mübtəda bayaqlar dediyimiz kimi cümlənin baş üzvüdür. Mübtədaya aid hərəkət və hökm xəbərdə öz əksini tapır. Yəni, mübtəda nesəniz şəxsdəsə, hökməndir ki, xəbərdə həmin şəxsdə olmalıdır. Mübtəda hər zaman yazırsın ki, uşaqlar, subyekt kimi çıxış etmir. Bəzən mübtəda subyekt olmaya da bilər. Yəni, cümlənin xəbəri fe'lin məhsul növündə olanda, biz bu məhsul növdə demişdik, yazırsın ki, cümlədə mübtəda olur, ancaq subyekt olmur. Aydın oldu mu? Məsələn, mən məktub yazdım nümunəsində, baxın uşaqlar, yazıram, mən məktub yazdım. Bu nümunədə. Mən bizim nəyimizdir? Subyektimizdə, həm də mübtədamızdır. Məktub bizim nəyimizdir? Üzərində iş gördüyümüz obyektdir, düzdürmü? Obyektdir də bu, düzdürmü? Növ olaraq hansı növdədir? Məlum növdə. Amma yazılsın ki, biz bunu məhsul növə çevirsək, məktub yazıldı formasına çevirsək, bu cümlədə məktub yazıldı nümunəsində. Bu nümunədə mübtədamız var, amma mübtəda nədir? Subyekt mövqeyində deyil, obyekt mövqeyindədir. Aydın oldu mu? Bu oldu mübtəda haqqında ümumi məlumat. Yaxşı uşaqlar, mübtədanın ifadə vasitələrindən danışacağıq. Görək mübtəda nələrlə ifadə oluna bilər. Gəlin baxaq. Mübtəda ifadə vasitələri uşaqlar. Mübtəda demək olar ki, əsas nitq hissələrindən fe'li çıxmaq şərti ilə bütün əsas nitq hissələri ilə ifadə oluna bilir. Məsələn, avtomobil həyətdədir, burada isimlə ifadə olunub. Qoca öz fikrini bildirdi, sifətlə ifadə olunub. 10-cular sinifə daxil oldular, burada sayla ifadə olunub. Əvəzliyin 5 məna növü var, 5 məna növünün 5-i ilə ifadə oluna bilər. Onlar irəli gəldilər, burada şəxs əvəzliyidir. Hamı burada olmalıdır, qeyri-müəyyən əvəzliyi. Kim dərs öyrənib? Sual əvəzliyi. Ondan sonra özüm bu işə cavabdehəm, təyin əvəzliyi. Bu bizim dostumuzdur. Kim? Bu. Burada yazırsın ki, işarə əvəzliyini ifadə olunur. Yuxarılar bu işə biganədir. Burada yer zərfi ilə ifadə olunub. Sonra oxumaq hər kəs üçün vacibdir. Burada məslərlə ifadə olunub. Çalışanlar uğur qazananlardır. Burada fe'li sifətlə ifadə olunub. İndi dayanaq burada. Buna qədər olanlar uşaqlar yazdırsın ki, bu çalışanlara qədər, yəni fe'li sifətə qədər olanlar hamısı sadə mübtədalar idi. Yəni quruluşca sadə idi.
Bəs bundan sonra gələnlər, baxın inşallah ismi birləşmə ilə ifadə olunanlar, onun oxumağı bizi sevindirir. Artıq söz birləşməsi olduğu üçün bu nədir? Mürəkkəb mübtədadır. Fe'li birləşmələr, dərsə hazır gələnlər fe'l sifət tərkibidir. Fe'li birləşmədə bu mürəkkəb mübtədadır. Mürəkkəb adına ifadə olunan Qasım bəy Zakir Şuşada anda olub. Bu da nədir? Mürəkkəb mübtədadır. Qoşmalı sözlə olanlar isə yazılsın sənin kimilər. Bu isə sadə mübtəda sayılır. Baxmayaraq bunun tərkibində 2 dənə söz var. Kimi sözü qoşma olduğu üçün bu nədir? Sadə mübtəda sayılır. Amma qoşmalı birləşmə olsa, qoşmalı birləşmə, yəni qoşma söz birləşməsinin tərkibində işlənsə və ya qoşma söz birləşməsinin özünə qoşulsa, aydın oldu mu? Ondan yenə mürəkkəb mübtəda mövqeyini necə çıxış edəcək. Keçirik inşallah xəbərə. Bayaqlar xəbər haqqında da danışdıq. Xəbər nə idi uşaqlar? Xəbər yazılarsın cümlənin ikinci baş üzvüdür. Mübtədaya aid hərəkət və hökmün bildirir. Fe'lin bütün şəkil və zamanlarının sualları yazılarsın ki, xəbərin sualını təşkil edə bilər. Bundan əlavə kimdir, nədir, necədir, haradır, haradadır, hansıdır, neçəncidir və s. bu suallardan da birine cavab verə bilər. Xəbər mübtədaya aid olur, ikinci dərəcəli üzvlər özünə tabidir. Aydın oldu mu? İkinci dərəcə üzvləri özünə tabi eləyir. Məsələn, tamlığı özünə tabi eləyir, zərfliyi özünə tabi eləyir. Özü isə nəyə tabi olur? Mübtədaya aid olur. Bu da uşaqlar mübtəda kimi sadə və mürəkkəb ola bilir. Məsələn, onun xasiyyəti mülayimdir. Mülayimdir sözün nitq olaraq nədir? Sifətdir də, necə sualına cavab verir, necədir? Düzdürmü? Burada nitq hissəsi ilə ifadə olunur. Burada sadə xəbərdir. Onun xoşbəxtliyi mənim xoşbəxtliyimdir. Bu da isə söz birləşməsində ifadə olunduğu üçün bu nədir uşaqlar? Mürəkkəb xəbər mövqeyində işlənir. Yəni quruluşca bilər. Sonra uşaqlar ididir, imişdir, isə hissəcikləri. Aid olduğu söz və ya birləşmələrlə yazılsın xəbər olur və xəbər mövqeyinə çıxanda xəbərin quruluşuna heç bir təsir etmir. Məsələn, deyirəm ki, məsələn üçün yazıram ki, deyir ki, danışan o idi. Düzdürmü? Belə bir nümunəni yazar. O burada inşallah sadətdir. Özü idi olsa da olmasa da sadədir. İdi buna qoşulubsa yenə bu sadə olacaq. Yəni quruluşdan təsir etməyəcək. Baxın məsələn, qardaşa həkim imiş. Həkim sözü sadə isimdir də. Yəni söz birləşməsi deyil ki, nitq hissəsidir. İmiş də qoşulur buna nə yaradır uşaqlar yazılsın? Xəbər mövqeyində çıxır. Amma o da gəlməli idi. Gəlməli sözü yazılsın vacib şəklindədir. Buradakı idi də nədir uşaqlar? İdi hissəcidir. Yəni qoşulur ona sadədir. Yazılsın ki, uşaqlar xəbərin ifadə vasitələri var. Xəbər ifadə vasitələrinə görə iki yerə bölünür. İsmi xəbərlər var, bir də fe'li xəbərlər var. Gəlin baxaq görək fe'li xəbərlər nə ilə ifadə olunur. Fe'li xəbər yazılsın inşallah fe'lin müxtəlif şəkilləridir. Fe'lin 6 şəkli var. Fe'lin 6 şəkli ilə ifadə olunan xəbərlər fe'li xəbərlərdir. Bir dənə ifadə vasitəsi uşaqlar frazoloji birləşmələrdir. Yazdı qalarmı? Deməli fe'li xəbərlər nə ilə ifadə olunur uşaqlar? Fe'lin bütün şəkilləri ilə, 6 dənə şəkli ilə, bir də nə ilə? Bir də yazılsın ki, frazoloji birləşmələrdir. Fe'lin bütün şəkillərinin suallarına cavab verir, yazılsın. Fe'li xəbərlər uşaqlar diqqətli olasınız. Frazoloji birləşmə ilə ifadə olunsa da quruluşuna görə yalnız sadə olur. Yəni frazoloji birləşmələr onsuz bir söz sayılır, bir leksik varid sayılır. O sizi çaşdırmasın. Məsələn, imtahana yaxşı hazırlaşmalıyıq. Fe'lin vacib şəkli ilə ifadə olunur. Gərək deyilənə qulaq asasan. Hə, qulaq asasan bizim nəyimizdə, xəbərimizdə. Düzdür, tərkibində 2 söz var. Amma biz bunu bir leksik vahid götürürük və bu yazılsın ki, sadə xəbər olur. Yadda qalarmı? Ümumiyyətlə frazoloji birləşmələr bir cümlə üzvü olurlar. Sadəcə izah üçün verdik. Dünən gələsi idi. Bu da fe'lin lazım şəklində ifadə olunur. Bu da nədir? Sadə xəbərdir. Sonra diqqətli olasınız uşaqlar. Olmaqdır, etməkdir, eləməkdir, bilməkdir, istəməkdir, başlamaq fe'lləri. Sözlərlə birləşərək cümlədə fe'li xəbər mövqeyində işlənə bilirlər, müstəqil mövqedə də işlənə bilirlər. Baxın, zəhmət olmasa. Yazır ki, o tapşırıqları yaza bilmədi. Bunu tərkibi fe'llərdə keçmişdik. A üstəgəl bilmək fe'li. Yazılıb da yaza bilmək bir yerdə fe'l olur uşaqlar. Yəni bir yerdə cümlədə xəbər olur. Bunun ifadə vasitəsi tərkibi fe'ldir. Xəstə yeriməyə başladı. Hə, yazılsın ki, başlamaqdır, bilməkdir, istəməkdir, bu kimi sözlər. Məstərdən sonra gələndə bütövlükdə xəbər götürürük bunu. Xəstə nə etdi? Yeriməyə başladı bir yerdə. Məstərdən sonra gələndə hər zaman bir yerdə götürür. Mən ona kömək etdim. Burada da etmək var. Yenə bunu fe'ldə keçmişdik, bir yerdə xəbər götürəcəyik. Biz getmək istəyirik. Yenə məstər gəlib, gördüyünüz kimi məstərlə bir yerdə
bir yerdə xəbər olurlar. Burada yaşamaq olar. Yenə məsdər gəldiyi üçün neynədi uşaqlar? Olmaq sözünü də bir yerdə götürdü. Biz dost olduq. Burada da yazılsın ki, eyni mövqeyə neyniyir? Çıxır. Ümumiyyətlə, yazılsın etməkdir, eləməkdir, olmaqdır, bilməkdir, istəməkdir, başlamaqdır. Bu kimi sözlərdən əvvəl məsdər gələndə yəni məqmək, onlar bir yerdə, yanındakı sözlə bir yerdə cümlədə xəbər mövqeyini çıxırlar. Onları ayırmaq olmaz. Yazılsın, belə fe'llər iki mənalarını saxladıqda, yəni müstəqil mövqeyində işlənəndə isə müstəqil xəbər olur. Məsələn, olmaq sözü demişdik ki, uşaqlar 3 dənə məqamda müstəqil olur. Düzdürmü? Hasan idi? Yaşamaq mənasında, var olmaq mənasında, iştirak etmək mənasında olmaq sözü müstəqil olur. Biz burada oluruq. Burada da yaşamaq mənası ifadə etdiyi üçün nədir? Müstəqil mövqeydədir. Yəni, burada artıq ayrı cümlə üzvüdür. Film başladı. Burada başlamaq sözü birbaşa iki mənası ifadə edir. Yəni, orada da nədir? Müstəqildir. Tapşırıqları etmişəm. Etmək sözü yerinə yetirmək mənasında işlənəndə yazarsa müstəqil olur. Burada da yerinə yetirmək mənasındadır. O maşın istəyirdi. İstəyirdi sözündən sual çıxarsa, maşın sözü avtomatik çevrilir tamamlığa. Vasitəsi tamamlıqdır. Maşını istəyirdi. Nəyi sualına cavab verir? Təbii ki, burada da müstəqil mövqedir. Neyib? Çıxış edib. Bunlar fe'li xəbərlər haqqında müəyyən məlumatlar idi ki, çatdırdıq sizə. Diqqətli olasınız. Sonra, davam edelim uşaqlar. Gəldi ismi xəbər. Bəs ismi xəbər nə ifadə olunur? İsmi xəbər adlarla ifadə olunur. Adlar da bilirik də nədir? Fe'ldən başqa digər əsas nitq hissələri adları təşkil edir. İsimdir, sifətdir, saydır, əvəzlikdir, zərfdir. Bunlar nədir? Adlardır. Bundan başqa uşaqlar fe'li sifət tərkibləri ilə, məsdər tərkibləri, təyini, qeyri-təyini söz birləşmələri, isim birləşmələri, bunlar hamısı yazılsın ki, ismi xəbərin ifadə vasitəsidir. Məsələn, baxın, o yaxşı şagirddir. Düzdürmü? Şagirddir sözü kimdir sualına cavab verir? İsmi xəbərdir. İsimlə ifadə olunur. Mənzərə gözəldir, sifətlə ifadə olunur. Bu 5-cidir, burada sayına ifadə olunur. Gələn odur, şəxs əvəzliyidir, üzr istəyirəm. Bu işin axırı belədir, bu işarə əvəzliyidir. Sözüm hamıyadır, qeyri-müəyyən əvəzliyi. Oxuyan kimdir? Sual əvəzliyi. Bu eynisidir, təyin əvəzliyi. Yəni əvəzliyi mübtəda olduğu kimi əvəzliyin 5 mənalı xəbər mövqeyinə çıxa bilir. Sonra baxın uşaqlar, sözüm yuxarılardadır. Yuxarılardadır sözü zərf olduğu üçün burada da yazılsın ki, sadə ismi xəbərdir. Məqsədimiz öyrənməkdir. Öyrənməkdir, məsdərinə ifadə olunduğu üçün sadadır, diqqətli olasınız. Borcumuz vətəni qorumaqdır. Burada məsdər tərkibi ilə ifadə olunduğu üçün nədir? Mürəkkəb xəbərdir. Bayaqlar nədir? Fe'li xəbərlər yalnız sadə olurdu. Amma ismi xəbərlər həm sadə, həm də mürəkkəb ola bilirlər. Deməli, boş məsdərlə ifadə olundu. Nədir? Sadadır. Yazılsın ki, məsdər tərkibi ilə ifadə olundu. Fe'li birləşmə ilə ifadə olundu. Onu götürürük nə inşallah? Mürəkkəb. Meyvə yeməlidir. Necədir? Bu da fe'li sifətlə ifadə olunduğu üçün yenə nədir? Sadədir. Sadə xəbərdir. Bunların səbəbkarı kənarda sakitcə dayanandır. Bu da fe'li sifət tərkibi ilə ifadə olunduğu üçün nədir uşaqlar? Mürəkkəb xəbərdir. Sonra uşaqlar, onun atası diş həkimidir. İkinci növ təyini söz birləşməsini ifadə olunduğu üçün, tərkibində 2 dənə söz olduğu üçün bu da nədir uşaqlar? Mürəkkəb ismi xəbərdir. Bu mənim dayımdır. Üçüncü növ təyini söz birləşməsini ifadə olunduğu üçün yenə. Şeir Səməd Vurğunundur. Burada da mürəkkəb adla ifadə olunduğu üçün nə götürür bunu? Sadə xəbər mövqeyində götürürük. Bunlar da ismi xəbərin ifadə vasitələri. Davam edib. Yazılsın ki, bayaqlar dediyimiz kimi ismi xəbərlər qurulduqca həm sadə, həm də mürəkkəb olunur. Bundan başqa uşaqlar Azərbaycan dilində predikativ sözlər var. Predikativ sözlər nədir? Yazılsın, bunlar da ismi xəbər mövqeyində çıxış edirlər, amma suala cavab vermirlər. Vardır, bəsdir, mümkündür, yoxdur, lazımdır, gərək kimi bu kimi sözlər yerinə görə suala cavab vermədən cümlə üzvü olurlar və cümlə üzvü olanda da, yəni xəbər mövqeyində çıxış eləyəndə də ismi xəbər kimi götürürlər. Məsələn, deyirəm ki, uşaqlar, bu hadisədə mənim xəbərim var. Var sözü yazılsın, cümləmizin ismi xəbərdir, amma suala cavab vermir. Aşağıda heç kim yoxdur, yoxdur söz cümləmizin xəbəridir, ismi xəbərdir, suala cavab vermir. Diqqətli olasınız uşaqlar, qeyd vermişik. Frazor birləşmələr bəzən cümlədə mübtəda və ya ismi xəbər kimi çıxış eləyə bilər. Frazor birləşmə hər zaman fe'li xəbər kimi çıxış eləmir. Məsələn, baxın uşaqlar, özündən çıxmaq onun adətidir. Özündən çıxmaq frazor birləşmədir, düzdürmü? Amma biz buna sual versək nə götürəcəyik buna? Nə onun adətidir? Özündən çıxmaq. Və ya deyirik ki, onun ən pis vərdişi gözdən pərdə asmaqdır. Gözdən pərdə asmaqdır, ismi birləşmə, üzr istəyirəm.
fuzuli birləşmədir. Amma biz burada ona nədir sualı veririk? Nədir ismi xəbərin sualı olduğu üçün fuzuli birləşmə cümlədə ismi xəbər mövqeyində çıxa bilər. Yəni biz əminliklə deyə bilmərik ki, fuzuli birləşmə hər zaman cümlədə fe'li xəbər olur. Aydın oldu mu? Buna əminliklə demək olmaz. Qeydlər vermişik burada uşaqlar. Var sözü, var sözü. Bəzən var sözü imkan, dövlət mənasında işlənir. Onda yazırsın ki, o cümlədə suala cavab verib xəbər olur. Məsələn, deyir ki, onu belə göylə aparan, onun puludur, varıdır. Burada imkan mənasında olduğu üçün suala cavab verib. Sonra qeyd vermişik, fuzuli birləşmə təsdiqlənməyən formalarını, yəni məsdər, fe'li sifətin şəkilçisini qəbul edərsə, diqqətli olun. Cümlədə fe'li xəbər yox, ismi xəbər kimi çıxış edir. Aydın oldu mu? Məsələn, deyirəm ki, məqsədim onun başa düşməsidir. Aydın oldu mu? Onlar bizi yola salanlardır. Sonra nə demişik uşaqlar? Xəbərin ifadə vasitəsi təsdiqlənən fe'li sualı olarsa, sual əvəzi fe'li xəbərin ifadə vasitəsi olacaq. Baxın, zəhmət olmasa bunu əvəzidə demişdik sizə. O burada nə edir? İndi sual meydanı çıxır ki, yaxşı, nə edir burada? Nə edir? Nə edir? Sual versək ki, uşaqlar, bunun ifadə vasitəsi nədir? Deyəsiz ki, müəllim əvəzidir. İndi sual versəm ki, sizə uşaqlar, bu ismi xəbərdir, yoxsa fe'li xəbərdir? Nədir uşaqlar cavabımı? Təbii ki, fe'li xəbərdir. Aydın olduğunu üçün fe'li xəbərdir. Amma desək ki, məsələn, danışan kimdir? Onun olacaq ismi xəbər. O necədir? Bunun olacaq ismi xəbər. Diqqətli olasın. Xəbər məcazi mənalı sözlərlə işlənərkən onun müstəqil olub olmasına diqqət etmək lazımdır. Aydın oldu mu? Bəzən müstəqil olmayan sözlər, məcazi mənada olan sözlər ikisi bir yerdə neyini? Xəbər olur. Məsələn, deyir ki, bizi sevinç bürüdü. Bu cümlədə sevinç ayrıca xəbər, bürüdü də müstəqil xəbər mövqeyinin neyini? Çıxış edib. Ondan başqa uşaqlar, xəbəri məhsul növdə olan cümlələrdə subyekt olmasa da mübtəda olur. Bunu da bayaqları müzakirə etmişdik sizlə. Bir də uşaqlar var, xəbərin mübtəda ilə uzlaşması. Yazılarsın ki, xəbər mübtəda ilə həm şəxsə görə, həm də kəmiyyətlə uzlaşır. Bayaqlar dedik ki, xəbər mübtəda neçənci şəxsdəsə, vacibdir ki, xəbər də hökmən həmin şəxsdə olmalıdır. Yazılarsın ki, kəmiyyətlə şəxsə ilə uzlaşma demək olar ki, pozulmur. Yəni mübtəda birinci şəxsdəsə, xəbər də birinci şəxsdədir. Mübtəda ikinci şəxsin təkindədirsə, xəbər də ikinci şəxsin təkindədir. Amma kəmiyyətlə uzlaşma bəzən pozula bilir. Gəlin baxaq. Baxın uşaqlar, qrammatik normanın tələbinə görə mübtəda üçüncü şəxsdə insan anlayışı bildirir, cəmdə işlənirsə, xəbər də əksərən cümlədə nə olur uşaqlar? Cəmdə işlənməlidir. Müğənnilər gözəl mahnılar ifa edirlər. Mübtədamız insan anlayışı bildirir, üçüncü şəxsdədir, cəmdədir. Xəbərimiz də həmçinin nədir? Cəmdədir. Uşaqlar həyətdə oynayırlar. Mübtədamız üçüncü şəxsdə, düzdürmü? Cəmində. Xəbərimiz də hökmən cəmdədir. Şairlər məclisdə toplaşmışdılar. Mübtəda ilə xəbər həm şəxsə, həm də kəmiyyətlə uzlaşdı. İnsan anlayışı bildirəndə. Diqqətli olasınız. Sonra, qrammatik normanın tələbinə görə mübtəda heyvan və quş anlayışı bildirilsə, yazılsın ki, mübtəda ilə xəbər uzlaşa da bilər, uzlaşmaya da bilər. Baxın uşaqlar, göyərçinlər uçuşurlar. Burada kəmiyyətlə uzlaşma mövcuddur. Bəli, düzdürmü? Amma göyərçinlər uçuşur düşsün nə olacaq? Yazılarsın ki, burada şəxsi uzlaşma qorunacaq, amma kəmiyyətli uzlaşma pozulacaq. Nə üçün? Burada lar şəkilçisi var, burada isə lar şəkilçisi yoxdur. Yadda qalar mı? Sonra, quşlar mələşirlər, quzular mələşirlər. Quzular mələşirlər nümunəsində lar, şəxs var, cəm şəkilçisi var. Burada da nəyimiz var uşaqlar? Burada da lar, şəxs sonluğumuz var. Amma quzular mələşir nümunəsində cəm şəkilçisi var, mübtədalar xəbərdə yoxdur. Burada isə nə oldu? Kəmiyyətlə uzlaşma pozuldu. Yenə deyirəm uşaqlar, bunların hər iki variantı doğru variantdır. Hər iki variantda demək olar. Quzular mələşir də düşük doğrudur, mələşirlər də doğrudur. Amma lar olanda kəmiyyətlə uzlaşma pozulmur, olmayanda isə pozulur. Yadda qalar mı? Keçirik uşaqlar, qrammatik normanın tələbinə görə mübtəda cansız varlıqlarla ifadə olunanda, cəmdə olanda xəbər hər zaman təkdə olur. Məsələn, baxın uşaqlar, yarpaqlar saraldı. Qarlar əriməyə başladı. Yarpaqlar cəmdədir. Bəli. Xəbər isə hökmən nədə olacaq? Təkdə. Qarlar əriməyə başladı. Qar mübtədadır, cəmdədir. Xəbərimiz nədə oldu? Təkdə. Şəhərdə çoxlu hündür binalar tikilir. Burada hündür binalar cəmdədir, tikilir isə nədir? Təkdədir. Burada kəmiyyətlə uzlaşma bərpa olunsa, qrammatik normanın tələbi pozular. Yəni yarpaqlar pıçıldaşırlar olsa, orada qrammatik norma pozulur. Ona görə bunu götürmək olmaz.
Sonra dikkat edeceğimiz məqamlardan da biri nədir uşaqlar? Mübtəda söz birləşməsi ilə ifadə olunur və cəmdədir. Biz bunun təkini, cəmini nəyə görə müəyyən edirik? Bunun əsas tərəfinə görə müəyyən edirik. Baxın uşaqlar, uşaqların hamısı, qonaqların hamısı gəldilər. Mübtədamızın əsas tərəfi, söz birləşməsinin əsas tərəfi hamısıdır. Düzdürmü? İndi təkdədir cəmdə. Təkdə, düzdürmü? Burada kəmiyyətcə uzlaşma pozulub. Nə üçün? Hamısı təkdə olduğu, amma xəbər nədə oldu? Cəmdə olduğu üçün kəmiyyətcə uzlaşma pozuldu. Amma deyir ki, qonaqların hamısı gəldi. Mübtədamız təkdədir, xəbərimiz də hökmən nədə oldu? Təkdə oldu. Bu da isə kəmiyyətcə uzlaşma pozulmadı. Yadda qalardı. Bu bizim mübtəda və xəbər haqqında məlumatımızdır. Növbəti dərslərdə görüşənədək sağ olun uşaqlar.